mövqeylənmə araşdırması, positioning research. Bazar səni düzgün tanımırsa, nə satdığının heç bir fərqi yoxdur. Çünki brendin uğuru onun məhsulunda deyil artıq insanların zeynində tutduğu mövqedən asılıdır. Mövqeylənmə araşdırması dediyimiz məsələ brendin insan zeynində hansı obraz yaşadığını, rəqiblər arasında necə fərqləndiyini, necə yadda qaldığını ölçən bir texnikadır. Əksər şirkətlər sadəcə daha çox görünməyə və daha çox tanınmağa çalışır. Amma görünmək artıq seçilmək deyil. Bazar səni bahalı da tanıya bilər, etibarlı da tanıya bilər, yenilikçi də tanıya bilər, hətta yalançı və yaxud keyfiyyətsiz bir marka kimi də tanıya bilər. Amma bunu biz öncədən bilməliyik ki, insanlar bizi hansı tərəfimizi daha çox tanımağa başlayıb və yaxud hansı tərəfimizdən yadda saxlayır. Bu fərqi anlamağın yeganə yolu isə təbii ki, mövqeylənmə araşdırması etməkdir. Bu araşdırmada biz 3 istiqamətə yönəlirik, 3 araşdırma ilə proses aparırıq. Birinci mindshare dediyimiz zehində hansı paya malikik, yəni biz öz sektorumuzda istehlakçının beynində neçənci yerdəyik. İkinci məsələ bizi fərqləndirən qavrayış dediyimiz, perceptual difference dediyimiz bizi nə fərqləndirir, yaxud bizi ümumiyyətlə fərqləndirən bir amil varmı? Biz özümüzü fərqli düşünə bilərik, amma fərqləndirici tərəfimiz varmı ümumiyyətlə istehlakçı beynində? Bir də ki, uyğunluq və etibar brendin auditoriya tərəfində və yaxud onların gözündə nə qədər etibarlı, nə qədər inandırıcı olduğunu təbii ki, yoxlayırıq. Doğru mövqeylənmə brendin sadəcə tanınan yox, həm də seçilən marka edir. Səhv mövqeylənmə isə milyonlarca büdcənin yanlış təəssüratlara xərclənməsi deməkdir. Bu nə deməkdir? Biz düşünürük ki, insanlar bizi bu formada tanıyır və ora resurs xərcləyirik, amma yekunda araşdırıb baxanda görürük ki, insanlar bizim istədiyimizi deyil, başqa bir tərəfimizi yadda saxlayıb və bizi o tərəflə assosiasiya edib. Çalışın rəqiblə deyil, daim insanların beyinlərinə mübarizə aparın və hansı mövqedə və hansı yerdə olduğunuzu əvvəlcədən müəyyən edin. Bu sizi rəqiblərinizdən, hətta istehlakçıdan bir addım öndə olmağınıza gətirib çıxardacaq. Çünki bu günləri bazarda qalib gələn markalar doğru yerdə dayanan markalardır. Siz də bunun kimi fərqli araşdırmaları və bu araşdırmaları öyrənmək istəyirsinizsə, Peşəkar Marketinq Akademiyasında sizi gözləyirəm. Qeydiyyat davam edir. Hələlik.